Salam, hörmətli əməkdaşlar, hər birinizi xoş gördük, hər birinizi salamlayıram. Mən Sabira Vennesin təlimçisi Cəfərli Turanə, ixtisasım biokimyaçı, dietoloq və nutrisioloqdur. Sabira Vennes şirkətində artıq bir ilim tamamdır ki, çalışıram və hər həftə bizim təlimlərimiz olur, bildiyiniz kimi. Ə, və çalışırıq ki, təlimlərin mövzusunu ətraf mühitdə baş verən proseslərlə bağlayaq. Məhz bugünkü təlimimizin də mövzusu burada göründüyü kimi allergiya haqqındadır. Və bu mövzunu demək olar ki, son zamanlar çox müşahidə edirik və istərdim ki, sizlər də bunlar haqqında məlumatlı olasınız və ən əsası burada e, bu haqq məlumatlı olasınız və Sabira Vennesdə olan məhsullardan biz necə istifadə etməliyik, hər biri haqqında bu gün ümumi danışacağıq. Bilirsiniz ki, təlimlərə başlayarkən həmişə ümumi mexanizmdən sizə məlumat verirəm. Ondan sonra isə həmin mexanizmdə biz hansı proseslərlə, hansı qida əlavələrindən biz dəstəkləyə bilərik, bunun sizə izahı olunur. Və ilk olaraq gəlin burada birinci biz allergiya haqqında danışaq ki, bu ümumiyyətlə bu sualın cavabı nədir? Allergiya nədir? Allergiya həddindən artıq immun cavabdır. Yəni zərərsiz maddəyə qarşı immun sistem onu təhlükə kimi görür və həmən reaksiya verir. Və əlbəttə ki, bu reaksiyalar çox fərqli şəkildə olur və ona görə də insanlarda fərqli-fərqli simptomlar kimi büruzə verir. Və biz zərərsiz maddə dedikdə burada proses nədir? Daha çox toz, polen, qida, bunlar normalda təhlükəli deyil. Lakin bədən bəzən olur ki, bax bu dediyimiz maddələri bir təhlükə kimi görür və burada bədəndə bir balans pozulur. Yəni artıq bu maddələri bədən düşmən kimi görür. Toz qida haqqında bilirsiniz, polen haqqında bəlkə də bilmədikləriniz var. Polen çiçəklərin özünün belə tozları olur ki, demək olar ki, biz yaz aylarında daha çox olur. Və həmin o maddə bizə allergiya kimi də reaksiya verə bilər. Və bu gün təlimlərdə bu polen haqqında çox danışacağıq və onun bədənimizə düşən reaksiyalarının mexanizmində. Gəlin burada baxaq. İlk olaraq demək polen deməyək, mexanizm necə baş verir? Yəni həmin bu sadaladığımız maddələr bizdə necə olur ki, allergiyaya çevrilir? Allergenlər bədənə daxil olur. Allergenlər dedikdə hansı ki, həmin maddələrdir. Toz, polen, qida da ola bilər ki, bunlar bədənə daxil olur. Biz onu qəbul edirik və yaxud da nəfəs yolumuzla, ağız vasitəmizlə bu şəkildə biz bədənə daxil olur. Və bu zaman immun sistemdə ACE anticismlər yanar. Yəni bu ACE nədir? Yəni bu maddələrə, həmin bu maddələri bir yaddaş kimi burada elə bil ki, yadda saxlayır ki, bax bu maddə bizə daxil oldu. Və bu maddələr daxil olduqda, bunlar əlbəttə ki, mast hüceyrələri var. Bu ACE-lər birbaşa mast hüceyrələrinə bağlanır. Və mast hüceyrələrinə bağladıqda, yenidən biz bu allergenləri qəbul etdikdə, burada artıq həmin o mast hüceyrələrində bir partlayış baş verir. Yəni partlayır və bunun tərkibində olan histamin adlı bir maddə var ki, o ifraz olunur. Və bu ifraz olunduqdan sonra çox olanda bədəndə əslində histamin özü nə maddədir? Bizdə müdafiə edir. Yəni bu histamin daha çox olduqda bizə reaksiya olaraq belə bir simptomlar verir. Necə simptomlar? Qaşınma, burun axması, ödəm, spazm. Bunlar demək olar ki, hər biri simptom deyil, reaksiyadır. Yəni biz hal-hazırda yaşadığımız bax bu reaksiyalar, yəni həmin bu prosesin cavabıdır. Əslində allergiyanı sırf belə xəstəlik kimi deyil, bədənin reaksiyası kimi qiymətləndirsəniz daha yaxşı olar. Yəni ona görə, lakin o demək deyil ki, biz buna biganə yanaşmalıyıq. Lakin dediyim kimi reaksiyalar olaraq biz bunu
nəzərdə saxlamalıyıq. Və ən aktual mövzu hansıdır ki, mövsümi allergiyalar niyə artır? Ə, və hal-hazırda bilirsiniz ki, yaz ayındayıq və daha çox bu aralarda daha çox yaşanır. Bilirəm ki, bəlkə də demək olar ki, burada iştirak edənlərin evlərində və yaxud da özlərində müşahidə etdiyi bu proses var. Ə, Yazda olmasının əsas faktoru sırf o çiçək tozlarıdır ki, ona polen deyilir. Biz bununla nəfəs alırıq və burada bir istər-istəməz həmin o allergenlər bizdə reaksiya olaraq cavab verir. Havanın dəyişməsi qışdan yaza doğru keçid edəndə bədəndə istər-istəməz hormonlardır, reaksiyalardır. Bunlar digər dəyişiklik kimi cavab verdiyi üçün biz bunu bəzən olur ki, immun sistemin qeyri-stabil işləməsinə gətirir, çıxardır və bu da yenə də bizdə həmin bu prosesin daha da şiddətli olmasına biz rastlaşırıq. İmmunitetin zəifləməsi isə əsas faktorlardan niyə biri hesab olunur? Çünki qış aylarında biz günəş şüasından biraz geri qalırıq. Yəni çox az təmasda olduğumuz üçün burada bizim vitamin D balansımız aşağı düşür və qış aylarında daha çox meyvə tərəvəzin yeyilməməsi burada vitamin mineral defisitini aşağı salır ki, çünki bilirik ki, qış aylarından nisbətən bəzi tərəvəzlər, meyvələr çox aşağı olur ki, həmin onları biz gündəlik miqdarda ala bilmirik. Və əlbəttə ki, artıq bu qış aylarında bizim depolarımız boşaldığı üçün istər-istəməz keçid dönəmində burada biz immunitetimizin zəifləməsini görürük və hər hansı bir bu polen olsun, toz olsun və bizə həmən reaksiya verir. Yəni bu poleni biz artıq başqa bir düşmən kimi görürük. Yəni immun sistemin ona reaksiyası olaraq görür. Və bu şəkildə əlbəttə ki, bədən artıq bir iltihabı bir vəziyyətə gəlib çıxır. Yəni burada əlbəttə ki, tək polendə deyil, ümumi bədənin burada vəziyyəti dəyərləndirməlidir. Yəni məndə allergiya var, yəni bunu bir normallaşdırmaq lazım deyil. Və dediyim kimi, bu ümumi olaraq reaksiyadır. Yəni bunu ümumiyyətlə bədənin vəziyyəti ilə birgə əlaqələndirməliyik ki, biz daha çox hansı faktor bizə yaxındır və mübarizə aparanda da həmin faktorla biz mübarizə aparırıq. Simptomlarını hər kəs bilir. Əlbəttə ki, burada burun axmasıdır, göz qaşınmasıdır, askırmadır, dəri səpkiləridir, boğazda qıcıqlanmadır. Yenə deyirəm, bunlar xəstəlik kimi deyil, bədənin müdafiə reaksiyasıdır. Lakin burada sizə ən çox çatdırmaq istədiyim proses odur ki, bəli, bu simptomları hər kəs tanıyır və hər kəs də bunu yaşayır və bunu adiləşdirmək lazım deyil. Məndə allergiya var, həmişə belə olur sözləri olmamalıdır. Biz bundan mübarizə aparmalıyıq ki, bu xronikləşib, yəni allergik rinit formasına, yəni asmaya gətirib çıxartmasın. Və İlk olaraq biz proses olaraq harda problem var, onu tapmalıyıq ki, məhz bu allergiya ilə də mübarizə aparaq. Ə, Bəs sual ola bilər ki, aramızda bəlkə də artıq yaranıbdır bu suallar. Niyə bəs bəzi insanlarda olur, niyə olmur? Baxın, burada ən önəmli faktor, yəni fərq olaraq niyə bəzi insanlarda olur, olmurun bağırsaq mikrobiotasının pozulmasıdır. Ə, Yəni bir insanın bağırsaq mikrobiotası normal ola bilər, birinki normal olmaya bilər. Və əlbəttə ki, normal olan insanda bu hadisəni tez atlatacaqdır. Yəni heç ola bilər ki, yaşamasın. Daha çox stresli insanlarda, çünki biz dedik ki, stres biz immun reaksiyalarının cavabını pozduğu üçün daha çox bu insanlarda rast gəlinə bilər. Vitamin, mineral çatışmamazlığı. Bəzi vitaminlər var ki, onlar həmin bu histaminin bədəndən çıxması üçün çox önəmlidir. Xroniki iltihab, yəni ola bilər ki, bədəndə hansısa bir xroniki xəstəlik gedir və daim xroniki iltihab var. Və bu xroniki iltihabı insanlar çox adi qəbul edir və əgər xroniki iltihab varsa da immun sistemin qeyri-stabil işləməsinə kimidir və əgər xroniki iltihabla biz daim mübarizə aparırıqsa da, əlbəttə ki, bu insanlarda bu allergiya
kimi simptomlar daha tez qabaracaqdır. Bağırsaq çox önəmlidir. Bir insanın bağırsağın immunitetimizin normal işləməsi üçün bizim 70, yəni immun sistemin 70% bağırsaqdan asılıdır. Əgər bağırsaq normal işləmirsə də, mikrobiotası pozulubsa da, biz heç bir immun sistemdən buradan söhbət gedə bilməz. Və allergiyanın əsas burada ə, mübarizəsində bizdə immun sistemi bərpa etməkdir. Mübarizənin əsas prinsiplərinə gəldikdə, yəni biz bu xəstəliklə necə mübarizə aparaq? Bu xəstəliklə biz mübarizə aparmaq üçün bilirik ki, yəni əlbəttə ki, ya bəlkə də artıq hər biriniz bunu bilirsiniz ki, allergiya simptomları olduqda hər kəs Ə, yəni nə içir? Antihistamin tabletlər qəbul edir. Antihistamin yəni tabletlər və yaxud da ola bilər sirop şəklində olsun. Yəni bu tip dərmanlara üz tuturuq. Lakin antihistaminlər həmin zaman simptomları kəsir. Yəni bu simptomları kəsmək dedikdə, yəni tam bundan qurtulmuşuq demək deyil. Həmin anda, məsəl üçün, kəsə bilir. Hətta mənim öz yaxınım artıq 20 ildir ki, bu allergiyadan əziyyət çəkir və sırf bu mövsümi allergiyadır və bu insanda təsəvvür edin ki, artıq bədən o qədər bu antihistaminlərə qəbul edibdir ki, artıq yüksək dozda belə içsə ona təsir etmir. Hər il mövsümi olaraq bu antihistaminlərin molekul olaraq, yəni tablet şəklində digər formalarda qəbul edir ki, biraz aşağı düşsün. Artıq son bu ildə demək olar ki, heç nə ona təsir etmir. Ə, Lakin əlbəttə ki, bunu biz idarə edə bilərik. Yəni əslində bu xəstəlik deyil. İnsan burada biraz maarifli olsa və öz bu prosesini düzgün yönləndirsə, əlbəttə ki, biz bundan qurtula bilərik. Mən də sizlərdə burada çıxış edirəm. Yəni hardasa bir 15 il bundan əvvəl mən də allergiyadan əziyyət çəkən bir insan idim. Lakin məndə çox fərqli idi. Yaz aylarında deyildi, yay ayların ilkin başlanğıcında başlayırdı. Məsələn, iyun ayındaydı. Və 2-3 il əziyyət çəkmişəm həmin o yay fəslində. Lakin hal-hazırda, yəni məndə heç bir yenə allergiyaya aid, yəni bu simptomların heç biri yoxdur. Lakin iki qida var ki, yəni yay aylarında onu həddindən artıq, yəni normadan artıq qəbul etdikdə artıq yenə də bu simptomlarla biz üzləşirik. Və ona görə də biz burada antihistamin olan preparatları bizdə başa düşmür ki, mən müalicə olundum. Bu sadəcə simptomları kəsir. Yəni müalicə etmir. Və bizim burada mübarizəmizdə nə olmalıdır ki, biz dedik ki, həmin o mast hüceyrələri, yəni hüceyrələrdə bir partlama baş verir və onun tərkibindəki olan histamin çoxalır bədəndə. Və histamin bunu artıq idarə edə bilmir və bizə qaxıntı, burun tutulması, asqırıq kimi bir özə verir. Və ona görə bizim məqsədimiz burada histamin adlı maddəni azaltmaqdır. Bundan əlavə və immuniteti burada balanslaşdırmalıdır. Çünki burada əsas histaminlə işləyən immun sistemdir. Əgər bizim immun sistemimiz balanslı şəkildə olmasa, əlbəttə ki, bunun ifrazatını azalda bilmərik. Və ən önəmli bağırsağın bərpasıdır. Bağırsağın bərpası onun üçün lazımdır ki, histamin yükünü bədəndən çıxartmaq üçün bizim normal bağırsaq mikrobiotasına sahib olmağımız gərəklidir. Ə, Demək, histamin yükündən danışdıq. Histamin yükü dedik ki, baxın, bədəndə çoxalır və reaksiya olaraq bizə bu şəkildə reaksiya verir. Onun bədəndə çox yaranması və az parçalanması axır burada allergiyanın gücündən xəbər verir. Yəni bədəndə həddindən artıq çox çoxalır. Və əslində niyə allergiyalar ilbəil təkrarlanır? Çünki artıq bu ACE nədir? Bu anticismdir. Bunu yaddaşda saxlayır ki, mənim bu polenə qarşı, bu toza qarşı bir reaksiyam var. Və ona görə də həmin o dediyimiz maddələr bədənə
girdikdə həmən bu ACE mast hüceyrələrinə birləşərək bu histamini, yəni mast hüceyrələri partlayış baş verir və allergiya da onun fonunda yaradır. Və güclənməsi də bədəndə bu histamin yükünün çox olması deməkdir. Demək, ən önəmli burada proses nədir? Ə, yəni daha çox sizin başa düşməyiniz burada nə olmalıdır? Biz dedik bu histamin yükünü ümid edirəm ki, hər kəs anladı və burada allergiyanın mexanizmini başa düşdük. Və burada bu histamini parçalamaq üçün bizdə enzim var. Enzim nədir? Hər hansısa bir maddəni parçalamaqdır. Məsəl üçün, adi yediyimiz karbohidratdır, zülaldır, yağdır. Bunları parçalamaq üçün digər enzimlər var. Məhz bu histamin yükünü parçalamaq üçün bizim diamin oksidaza adlı, yəni DAO enzimi deyilir, yəni ümumi adı, bu enzimə ehtiyacımız var. Əgər bu enzim bizim bədənimizdə azdırsa da, yəni əlbəttə ki, histamin yükünü parçalaya bilməyəcəkdir. Histamin yükü çoxalacaqdır və geri qayıdacaq. Və ona görə də biz daim bundan əziyyət çəkirik. Və ən önəmli biz bəzən olur ki, anadan gəlmə genetik bu enzim də az ola bilir. Və yaxud da bir təlimdə idik, bizə bu Down enzimini izah edirdilər və bu insanda əməliyyat keçirmişdi bağırsaqda. Bağırsaqda tam yadımda deyil, hansısa bir proses olmuşdu. Bu enzim bağırsaqda sintezlənə bilmirdi və ona görə o insan nə yeyirdi, yəni allergiya verirdi. Çox güclü bir araşdırma nəticəsində bunda bəlli oldu ki, demək əməliyyat sırasında tam dəqiq yadımda deyildi. Yəni çünki təlimdə eşitdiyim bir case idi və həmin o enzimə görə bu insanda, yəni olmadığı üçün bu prosesi yaşayır. Və ona görə deyirəm ki, bizim üçün ən önəmli olan bax bu enzimdir. Yəni bağırsağımızın normal işləməsidir ki, həmin bu histamin yükünü bədəndən çıxartsın. Və olur ki, bəzən niyə çox yəni son zamanlarda, son bu devirdə biz bu proseslə daha tez-tez üzləşirik. Məhz bu DAO enziminin azalmasına görə. Bəs bu DAO enzimi niyə azalır? Gəlin baxaq. Bağırsaq problemi varsa da bu enzim mütləqdir ki, azalır. Vitamin B6 çatışmamazlığı çox önəmlidir ki, bu enzimin iştirakında yaranmasında B6 vitamini olsun. Və insanlarda da bu B6 çox son zamanlarda da və ümumi olaraq da bədəndə çatışmamazlığı çox olur. Sinkın azlığı, yəni sink mineralı yoxdursa, Down enziminin əmələ gəlməsi burada çox ləng gedir. Stres əlbəttə ki, bu DAO enziminə təsir edir və ən önəmli qidalanmadır ki, yəni qidalanma dedikdə burada bəzən insanlar fərqində olmur. Məsəl üçün elə bir qida götür, olsun banan. Banan bəli, çox deyirik ki, yeyilməlidir. Tərkibində kali var, ümumiyyətlə çox bizə enerji verir və burada onu unutmamalıyıq ki, bananın özü çox yüklü histaminli bir meyvə olduğu üçün burada histamin yükünü artırır və əgər bir insanda da çox bu histamin gəlirsə də DAO bunu parçalaya bilmir və ona görə də burada qidalanma da çox önəmlidir. Və demək, histamin yüksəldirsə, DAO enzimi azdırsa da burada biz allergiya partlayışını biz əlbəttə ki görürük. Və keçirik bütün bu prosesi, yəni ümid edirəm ki, hər biriniz anladınız və bu prosesi biz necə idarə edə bilirik? Əgər artıq biz bu prosesi yaşayırıqsa da, ilkin olaraq biz histamin yükümüzü aşağı salmalıyıq. Və ən önəmli, histamin özü qaraciyarda parçalandığı üçün qaraciyarımızı normal vəziyyətə gətirməliyik. Bir də nə etməliyik? DAO enzimini aktivləşdirməliyik. Və bunun üçün nə edirik? Bunun üçün biz istoki kislatını tövsiyə edirik ki, bilirsiniz ki, tərkibində 3 formula var. Və bu formulanı biz allergiya prosesinə, yəni bu istokini biz allergiya yaşayan bir insanla qarşılıqlı gətirsək, proses necə gedir? Formula 1-in tərkibindəki olan maddələr bağırsağı boşaldaraq, yəni bağırsaq peristaltikasını gücləndirir, burada histamin yükünü aşağı salır.
Əgər bağırsaq yenə deyirəm, normal işləmirsə də, yükünü bağırsaq boşala bilmirsə də, histamin çoxalır, geri sorulur. Və bunun histaminin parçalanmasının əsasən bizə önəmli olan qaraciyarımızdır ki, bunun da tərkibində olan, ikinci formulanın tərkibində olan slimarin, katexinlər vasitəsilə burada fermentlər aktivləşir ki, histamin qaraciyarda parçalana bilsin. Və üçüncü formulda biz dedik ki, Down enziminin yaranmasında ən önəmli mineral vitamin C ilə sinkdir. Sink dedim, lakin vitamin C-ni demədim, indi deyirəm. Ən önəmli vitamin sinkdir, mineral isə ən önəmli vitamin C-dir, mineral isə sinkdir. Yəni bu ikisi olmazsa bu Down enzimi aktivləşə bilmir. Və ona görə burada da bu formulanın tərkibində olan bu vitamin, minerallar, hansı ki bizim üçün lazımdır, bu Down-u aktivləşdirir və bu proses işə düşür. Bundan sonra nə baş verir? Bundan sonra əgər qara histamin artıq parçalandısa, demək parçalanandan sonra bu bədəndə o qədər yüksəkdirsə də parçalansa, lakin bunu bağlayan bir formula olmalıdır. Yəni bağlayan bir maddə olmalıdır ki, bunlar bağlansınlar. Yəni yenidən işə keçməsinlər. Və burada artıq biz Purelife tövsiyə edirik ki, çünki bunun tərkibində olan pektin, liflər var ki, hansı ki bunlar həmin o histamini maddəyə bağırsaqda bağlayaraq yenidən geri sorulmasının qarşısını alır. Yəni biz əslində burada hər bir detalı fikirləşməliyik ki, həm histamini azaltmalıyıq, həm onu bağlayıb bədəndən çıxartmalıyıq. Və intestinal defensin isə burada əsas məqsədi artıq burada biz mikrobiotamızı normal, ideal vəziyyətə gətirməliyik ki, bu da istehsalı burada enzimi daha da yüksəlsin. Dedik, bəli, artıq burada DAO aktivləşdi, lakin aktivləşməkdən əlavə də bunun biz istehsalını artırmalıyıq ki, bu əmələ gəlsin. Biz dedik, DAO enzimi harda yaranır? Bağırsaqda. Bağırsaq sağlam deyilsə də həmin bu enzim yoxdur və biz bu proseslə mübarizə apara bilmirik. Və bunun tərkibindəki olan liflərdir və ondan əlavə demək bitkilər var ki, ekstraktlar var ki, məsələn bağa yarpağının ekstratıdır, yarpağının ekstratıdır. Bunlar hər biri antiinflamator olduğu üçün mikrobiotanı düzəldir və burada DAO istehsalını artırır. Sonra keçək boraqa amarat məhsuluna. Baxın, o məhsullarla bu məhsulu səhv salmayaq. İndi burada mexanizm necə gedir? O dediyim hər bir qida əlavələri, yəni şirkətimizdə olan qida əlavələri həmin mexanizmi dəstəkləmək üçündür. Burada boraqa amarat neynir? Bunun tərkibindəki ən aktiv maddə qamma linolik asiddir. Qamma linolik asid omega 6-dır, lakin bu sırf omega 6 kimi işləmir. Bunun əsas məqsədi antiinflamatorluq yaratmaqdır. O dediyim mast hüceyrələri var, ACE gəlir mast hüceyrələrinə birləşir, sonra partlayış baş verir, histamin burada aktivləşir. Burada demək qamma linolik asid olan tərkibində ən əsas aktiv maddə həmin o mast hüceyrələrinin aktivliyini azaldır. Yəni partlayışının qarşısını alır. Yəni burada nə edirik? Kəskin xroniki artıq bizdə baxırıq ki, çox kəskin vəziyyətdədir. Biz həmən histamin yükümüzü azaldıb Down enzimimizi aktivləşdiririk. Artıq gördüyük proses sakitləşib və proses sakitləşdikdən sonra həmən bu demək qida əlavəsinə üz tuturuq ki, artıq burada mast hüceyrələrin aktivliyi olmasın. Burada daha çox burada yəni histamin ifrazatının yaranmasının qarşısını alırıq. Yəni artıq bu kəskin simptomlarda deyil, biz burada stabilizasiya, yəni həmin prosesi tamamilə yavaş-yavaş yox olmasına gətirməliyik. Yəni kəskində ola bilər təsir etsin, amma biz onu burada mexanizmi düzgün anlamalıyıq ki, biz ilk öncə bədəndə olan o şiddətli histamini dəf edək və simptomları yavaş-yavaş tamamilə bədənimizdə normal vəziyyətə gətirək. Və ona görə burada
e, amaratla boraqa olan qida əlavəsinin mexanizmi burada bu cür işləyir. Ümumiyyətlə mən amarat bitkisini çox sevirəm. Çox güclü antiinflamatordur. Hətta onu rasionlara da məsəl üçün daxil edirəm. Omega 6 olsa belə tərkibində gluten olmadığı üçün və sırf qamma linolik asid olduğu üçün, yəni mexanizm 6 omega 6 olsa da çox güclü antiinflamatordur və ondan əlavə antioksidan prosesimizi gücləndirir və ona görə də burada da olması xüsusilə bizim həmin bu mexanizmimizdə köməyimizə çatır. Ən vacib məhsullardan biri probiotikdir. Ə, Bağırsaq baryerini bərpa etmək üçün bizə mütləq probiotik lazımdır və bilirik ki, Azərbaycan bazarında probiotiklər həddindən artıq çoxdur, lakin onun tərkibindəki olan bakteriyalar önəmlidir. Məhz burada da əgər biz bağırsaq baryerini bərpa edib histamini parçalamalıyıqsa da, DAO enzimini istehsalını artırmaq üçün onun tərkibindəki olan probiotikin hansı bakteriyalardan ibarət olduğu bizim üçün çox önəmlidir. Bizim üçün ən önəmli olmalıdır Lactobacillus, bir də Bifidobakterium. Hər ikisi hansı ki, bu L-bifidin tərkibində var və bu prosesdə də əlbəttə ki, bizi dəstəkləyən ən vacib məhsullardan biridir. Gəldik sinklə allergiyanın bir mexanizminə. Mən dedim ki, ümumiyyətlə bədəndə sink mineralı çatışmırsa da, burada da enzimi yəni aktiv ola bilməz. Və onun üçün də bəzən olur ki, hər bir şey yoxlanılırıq, lakin tam altda yatan səbəbi tapa bilmirik. Yəni ola bilir ki, bu mineral bizim gözümüzdən qaçır. Və bunun üçün də bizim sink mineralımız normada olmalıdır ki, bax bu enzim aktivliyi normal olsun və bizim həmin bu prosesi normal şəkildə bədən algılasın. Yəni ola bilər ki, biz polen bizim nəfəsimizə düşür, toz bizim nəfəsimizə düşür, lakin bizim sinkimiz, vitamin C-miz, bağırsağımız, immun sistemimiz normaldırsa da bədən onu normal algılayır. Və burada önəmlidir ki, biz histamin reaksiyalarını zəiflətməliyik və ən önəmli məqamda bundan ibarətdir. Və bəzən sonda bunu demək istəyirəm ki, insanlar fərqində olmadan, məsəl üçün, dəfələrlə, yəni bu mənim də həyatımda, sizlərin həyatınızda da bunu mütləqdir ki, rastlaşırsınız. Allergiyası var, antihistamin preparatlar qəbul edir və başqa bir şey axtarmır. Və burada əlbəttə ki, mən sadaladığım mexanizmlərin hər birinə toxunuruq, bunu anlayırıq və burada mənim sizə əslində prezentasiya yerləşdirməmişəm, lakin bunu da bilməliyik ki, həmin etapda, yəni şiddətli etapda biz histaminli qidaları da aşağı salırıq. Məsəl üçün, histaminli qidalar daha çox paxlallardadır. Bəli, bəzi qidalar var ki, çox xeyirlidir, lakin bunun həmin bu etapda, həmin bu şiddətli prosesdə biz onları hər birini aşağı salmalıyıq ki, yəni bu proseslə tez bir zamanda mübarizə aparaq. Antihistaminli qidalar hansılardır? Paxlallardır, ispanaqdır, banandır. Məsələn, avokadonu biz çox sağlıqlı yağ sayırıq. Məsələn, o da histaminli qidadır. Daha çox qabıqlı dəniz məhsullarıdır. Quru meyvələrin özündə belə hər birində histamin yükü çoxdur. Hətta protokollar var ki, məsəl üçün histamini aşağı salmaq üçün sırf məsəl üçün çox deyil 14-21 gündən ibarət. Və onun üçün də bu qidaları tamamilə rasionumuzdan çıxartmalıyıq və mexanizmi bu şəkildə dəstəkləyəndə tez bir zamanda əlbəttə ki, biz bundan mübarizə apara bilərik. Əgər siz ümumi olaraq allergiyanı düzgün şəkildə bədəndən uzaqlaşdıra bilsəniz, əlbəttə ki, həyat sağlamlığımızı da biz burada dəstəkləmiş olacağıq. Normalda histamini, daunu, bağırsağı, hər birini birlikdə biz başa düşüb onlarla düzgün işləyəriksə də artıq biz heç bir allergiya, heç bir polen, heç bir toz bizə əlbəttə ki, reaksiya verə bilməz. Mən yenə deyirəm, allergiya düşmən deyil, bu ümumi olaraq bədənin bir
reaksiyasıdır ki, hansı ki bədən köməyə çağırır ki, yəni məndə bir səhv olaraq reaksiya gedibdi, gəl bunu düzəldək. Bir də ən önəmli, sonda bunu da demək istəyirəm ki, antihistaminli qidalar indi məsəl üçün niyə burada bu yaz aylarında şiddətlənir? Polen bir yandan yəni bizə təsir edir. Bununla yanaşı immun sistemimizin, yenə deyirəm, reaksiyası çox önəmlidir. Yaza keçid edirik. Bu önəmlidir. Bir də bəzi təzə qidalar var ki, hansı ki yaz aylarında çıxır, onlarda histamin yükü çoxdur. Niyə bunu misal çəkirəm? Çünki mənə müraciət edən bir uşaq var idi. Biz onunla bir arıqlama proqramındaydıq. 14 yaşı var idi, qız uşağı idi və həmin bu arıqlama prosesində bu aylardı. Yadımdadır ki, yaz aylarıydı. Bax bu aprel-may keçidindəydi. Bu uşaqda nə baş verdi? Çiyələk çıxmışdı və bu çiyələk yemişdi və bunda bu allergiya reaksiyalarının çox şiddətli olduğu, əslində var idi və şiddətli olduğu mənə bilindi və mən bu uşağa sual verdim ki, sən nə qədər yemisən və təsəvvür edin, uşaq mənə dedi ki, o kiçik yeşiklər var, bax, onunla 2 ədəd yemişəm. Yəni artıq bu histaminin bədəndə nə qədər olması deməkdir. Yəni qidalar var ki, onlarda histamin yükü çoxdur. Və məsəl üçün çiyələyin çıxması, indiki məsəl üçün çiyələrdə də həddindən artıq çox histaminin olması da məhz burada bu aylarda bizim daha da çox bu allergiya ilə üzləşməyimizə gətirir, çıxardır. Və təlimimizin sonuna gəldik. Ümid edirəm ki, hər biriniz üçün maraqlı oldu. Ən önəmli bu təlimdə eşitmədiklərinizi eşitdiniz və ümid edirəm ki, bu təlimdən çıxdıqdan sonra öz iş həyatınızda bu bilgilərdən istifadə edib daha da qabaqcıl sıralarda olasınız. Hər birinizə təşəkkür edirəm. İnşallah gələn təlimdə görüşmək ümidi ilə.